Herkese salam. Mən Səbinə Sultanova. Bugünkü mövzumuz bizim kütle icma quruluşu DIM testindən işləyəcəyik. Gəlin başlayaq. Demək belə. Azərbaycan alt paleolit öyrənilmişdir. Azıq mağarası əsasında. Neolit dövründə yığıcılıq, ovçuluq əsas sahə olur. İlkin vərdişlər, heyvan əhliləşdirmə, müxtəlif sənət sahələri yaranır. Alt paleolit dövründə ümumi cəhəti, alt və orta paleolit dövrlərinin ümumi cəhəti nə olmuşdu? Burada əmək alətləri daşdan hazırlanmışdı. Paleolit və mezolit dövrlərinin ümumi cəhəti nə olmuşdu? Hər ikisi istehlak təsərrüfatı mövcud olmuşdur. Və uyğun variant müəyyən edin. Burada biz götürəcəyik sənətkarlıq müstəqil sahəyə çevrilməsi orta tunc dövründə başlamışdı, ikinci ictimai əmək bölgüsü ilə və oturaq həyata əhali keçdi neolit dövründə 3 və 5-ci bölüm B bəndini götürəcəyik. Daha sonra davam edək. Mən tez-tez izah edirəm, çünki sizdə imtahan vaxtı vaxt sizə az verilir. Sürətli şəkildə testi işləməlisiniz. Ona görə buna alışmalısınız. Uyğun variant müəyyən edin. Toxuculuğun yaranması. Demək, burada Neandertal adamın yaranması orta paleolit dövrünə aiddir. Və ilk metal əldə edilməsi eneolit dövrünə aiddir. Burada götürəcəyik 2-3 E bəndi. Azərbaycanda neolit dövrü üçün səciyyəvi idi. Əhali oturaq həyata keçir. Üst paleolit dövrünə aiddir. Üst paleolit dövründə insanlar qəbilə halında yaşayırlar. D bəndini götürürük. Azərbaycanda mezolit dövrü üçün səciyyəvi deyil. Ox kəmal ixtira olunub, heyvanlar əhliləşdirmə başlayıb, tayfa ittifaqların yaranması bu tunc dövrünə aiddir, mezolitdə aid deyil. Neandertal adama aiddir. Neandertal adam. Demək, burada ovçuluq və yığıcılıqla məşğul olması, ilk insan məskə, ilk dəfə heyvan əhliləşdirməsi C bəndi götürəcəyik. Aid deyil. Çaşdım. Aiddir. Səhv oxudum sualı. Neandertal adama aiddir. Ovçuluq və yığıcılıqla məşğul olması B bəndini götürürük. Neandertal adama yenə də aiddir. Ulu icmada yaşayırdı. Keçirik digər səhifəyə. Uyğunluğu müəyyən edin. Orta daş dövründə ana xaqanlıq olub. Orta daş dövrü mezolitdə, yeni daş dövrdə neolitdə, hər ikisində də ana xaqanlıq mövcud olub. 1-3 C bəndi. Uyğunluğu müəyyən edin. Orta daş dövrü. Mikrolit alətlər mezolitdə olub. Orta daş dövrü mezolitdir və mis daş dövrü toxa əkinçi inkişaf edib eneolitdə. Doğrudur. Yeni daş dövrünə neolitdə toxa yaranmışdı, amma eneolitdə daha çox inkişaf etmişdi. Heyvanlar uzaq məsafədə ovlanırdı, qida ehtiyatı artdı. Mezolitdə hər ikisi nəticəsi ox kəmanın yaranmasının nəticəsidir. Mezolitdə ox kəman yaranır və heyvanlar uzaq məsafədən ovlanmaya başlanır, qida ehtiyatı artır. Toxuculuq saxsı qabları istehsalının yarandığı dövr neolit dövrüdür. A bəndi. Mis alətlərin demək başlanır hazırlanmağa, daş aləti istifadə edilir. Eneolit dövrünü götürürük burada. A bəndini. İlk əkinçilik vərdişlərinin yaranması dəyirmaldan əsasa qoyulub. Orta daş dövründə E bəndini götürürük. Uyğunluq pozulmuşdur. Burada üst paleolit ağıl insan yaranıb, doğrudur. Orta tunc dövrü sənətkarlıq sahəyə çevrilib. Alt paleolit süni od orta paleolitdə yaranıb, neandertallara aiddir. Alt paleolitdə hələ təbii oddan istifadə edirdilər. Uyğunluq gözlənilmişdir.
Demək, burada Kür-Araz mədəniyyəti şumlama zamanı qoşqa heyvanlardan istifadə edilməsi C bəndini götürürük. Azərbaycan neolit dövründə köçmə malda bu erkən tuncdur. İlk dəfə eneolitdir. Sənətkarlıq müstəqil sahəyə çevrilib. Bu öyle bir yeni sənət sahələri yaranır, amma sənətkarlığın müstəqil sahəyə çevrilməsi Orta Tunc dövrünə aiddir. Toxa ikinciliyi, xış ikinciliyi əvəz edilməsi bu da aiddir erkən Tunc dövrünə. Burada da E bəndini götürürük. Verilənlərin hamısı Azərbaycanda ibtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Ağıllı insan formalaşması başa ana xətti ilə qohumluq əsasında bir qəbilə icması üst paleolitə aiddir. Uyğunluq gözlənilmişdir. Neolitdə ikinci ictimai əmək bölgüsü yanlışdır. Paleolit dövründə istehsal təsərrüfatına keçid əsası qoyulub yanlışdır. Mezolitdə mikrolit alətlər istifadə edilib. Bu doğrudur. C bəndini burada götürürük. Keçək digər suala. Hansı daha əvvəl baş vermişdi? İlkin şəhər mərkəzləri yaranması, bu atdan minik qoşqu, bunlar Tunc dövrünə aiddirlər. İnsan toxuculuqla məşğul olan neolitdə, birinci ictimai, bu da Tunc dövrüdür. Burada mikrolit alətlərdən istifadə E bəndini götürəcəyik. Çünki bu mezolitdə olmuşdur və burada verilən siyahıya görə ən əvvəl mezolit gəlir. Daha əvvəl baş vermişdi ana xaqanlığın yaranması. Üst paleolit, axirətə inam, orta paleolit, köçməli erkən tunc, üzümçülü başçılıq meydana orta tunc, istehsal təsərrüfatının mezolitdə daha əvvəl baş verib. Burada B bəndini götürürük. Axirət dünyasında inam, orta tuncda, orta paleolitdə baş verib. Orta daş dövrün əlamətlərindən biridir. Tamam. İlk insan məskənləri, orta daş dövrü burada mezolit nəzərdə tutulur. Bu bəzən tələbələr tərəfindən çaşdırılır. Yəni mən özüm də tez-tez özümə deyirəm, çalışıram çünki. Orta daş dövründə mezolitə aiddir və burada da əkinçilik vərdişlərinin yaranmasını götürəcəyik oxyamanın kəşfi ilə. Azərbaycanda ata xaqanlığın mövcudluğu dövründə fərqli olan ana xaqanlıq dövründə əkinçilik, maldarlıq meydana gəlmişdir. Əslində hər ikisində mövcud idi, amma meydana gəlməsini soruşursa, bu əkinçilik, maldarlıq meydana gəlməsi ana xaqanlığa aiddir. Daha sonra 12-8-ci minillikdən fərqli olaraq 12-8-ci minillik mezolit dövrüdür. Eramızdan və 7-ci minillik, bu da neolit dövrüdür. İnsan birliyi mövcud idi, amma bizə fərqli olaraq soruşursa, demək burada olub, orada olmayanı soruşur. Daşlar əməli dulusuqla məşğul olursa, burada C bəndini götürürük. Neolitdə bilirsiniz ki, dulusuq kimi yeni sənət sahələri yarandı. Azərbaycan 12-8 minilliklərin fərqli olaraq eramızdan əvvəl, bu da mezolit dövrüdür. 6-4-cü minilliklər eneolit dövrüdür. Əhali toxuculuqla məşğul olurdu. Doğrudur. Toxuculuqda yenə neolitdə yaranmışdı və eneolitdə davam etmişdir. Mezolitdə olmamışdı hələ ki. Uyğunluq gözlənilmişdir. Qəbilənin həyatında üst qadınlar mühüm rol oynayırdılar. Üst paleolitdə ilə A bəndidir burada. İlkin şəhər mərkəzləri eneolitdə yaranmayıb, Tunc dövrüdür. Süni orta paleolitdir, daşların deşilməsi neolitdir, ilk metal eneolitdir. Bunların heç biri doğru deyil. Neandertal adam üçün səciyyəvi deyil. Ovçuluq, yığışlığı məşğul olurdu. İbtidai maldarlığın əsasını qoymamışdı. Ağıllı insana aiddir. Neandertal insana səciyyəvi deyil. Neandertal insan üçün yenə səciyyəvi deyil. Ovçuluqla məşğul mənimsəmə təsəvvür əkinçilik vərdişləri aid deyil. Bunlar mezolitdə baş verən hadisələrdir. Bacarıqlı insan və ağıllı insan ulu icmada sürü halında yaşamışdır. Demək, daş sümükdən, ağacdan oxkama ixtira etmişdir. Təbii oddan istifadə, 2 dəfə təbii oddan istifadə etmişdir. Qəbilə icmasında yaşamışdır. Demək, burada ulu icmadan sürü halında yaşayıb bacarıqlı insan, ağıllı insan çünki qəbilə icmasında da yaşayıb və ilk dəfə təbii oddan istifadə edib, bu da bacarıqlı insana aiddir.
Ağıllı insana nələr aiddir? Ox kamanın kəşfi, qəbilə icması və hər ikisi daş sümük ağacdan alətlər hazırlayıb. Bu da hər ikisinə aid olan xüsusiyyəti. Burada E bəndini götürürük. Mezolit dövründə yazıqla məşğul olan qadınlar toxumlara yerləşib cücərdiyini, böyüdüyünü müşahidə edirlər. Verilən proseslərin nəticəsində ibtidai əkinçiliyi yaranır. Verilən proseslərin nəticəsində istehsal təsərrüfatının əsası qoyulur. A bəndini götürürük. Baxaq, davam edək. Bacarıqlı, neandertal və ağıllı insanı soruşur bizdən. Demək, kollektiv formada yaşamışdır. Hamısı elə aiddir. 4-ə yazırıq. 4-ə yazırıq. Daha sonra ilk yaşayış məskənlərini salmışdır. Bu bacarıqlı insana aiddir. Orta paleolit dövründə meydana gəlmişdir. Bu neandertal insana aiddir. Daşları cilalaması bacarırdı ağıllı insan. Və ox kaman ixtira etmişdi. Bu da ağıllı insana aiddir. 1B 2C bu E bəndinə uyğun gəlir. Eramızdan əvvəl 12-8-ci minilliklərdə mezolit dövründəyik. Dövrdə heyvan uzaq məsafədən ovlanır. Maldarlıq əkinçiliyin əsası qoyulur. Bəslən dövrdən fərqli olaraq insanlar eneolitdə əkinçiliyə tanış olur. Eneolit mezolitdən sonradır. Neolitdə ilk sənət sahələri yarandı. Üst qəbilədə yaşayırdılar. Mezolitdə də qəbilədə yaşayırdılar. Erkən dövrdə istehsal təsərrüfatı tanış olur. Orta və ovçuluqla məşğul olurdular. Bu da elə mezolitdə də olmuşdur. Yalnızca mezolitdə olmayan şey ilk sənət sahələrlə tanış oldular. Neolit dövründə baş verən hadisələrdir. Burada da B bəndini götürürük. Mezolit dövründə başlayan hansı proses eneolit dövründə başa çatmışdı? Heyvanların əhliləşdirilməsi. Neolit dövründə qəbilənin həyatında baş vermiş dəyişikliklərdən deyil. Saxsı qabı hazırlanmışdı neolitdə. Demək, amma bizdən deyil soruşduğu üçün bunu götürmürük. İnsana toxuculuğa məşğul olmuşdu neolitdə. Əhali oturaq həyata keçmişdi. Metaldan bəzək əşyalar eneolitdə olacaq. Ona görə biz burada yalnız 4-ü götürəcəyik. Anaxaqanlığı dövrünə aid olmayan əlamət. Burada aid olmayan əhali, amma əlamət bircə qoşqu və vasitələrinin istifadə edilməsi başlanmasıdır. Buna fiziki güc tətbiq olunur. Buna görə də anaxaqanlığın inkişafına səbəb olur. Anaxaqanlıq dövrünə aid olmayan əlamət. İnsanların qan qohumluğu əsasında birləşməsi, heyvanlara inam, toxum, misdən alətlərin hazırlanması. Demək, heyvanlara inamın meydana gəlməsi götürəcəyik. Çünki bu zaman hələ anaxaqanlıq olmamışdan əvvəlki dövrə aiddir. Anaxaqanlıq yəni üst paleolitdə. Heyvanlara inam isə artıq alt paleolit, orta paleolitdə aid olan xüsusiyyətdir. Orta daş dövründə qəbilənin həyatında baş vermiş dəyişikliklərdən biri. Orta daş dövrü mezolit soruşur bizdən. Mikrolit əmək alətlərdən istifadə olunur. B bəndini götürəcəyik. Azərbaycanda yeni daş dövründə qəbilə icması həyatının yeni əlamətlərindən biridir. Əkinçilik malların əsas məşğuliyyət sahəsinə çevrildi. B bəndini götürəcəyik. Azərbaycan neolit dövründə qəbilə icmasına yeni əlamətlərdən biridir. Mis alətləri hələ var. Əhliləşdirməsi başlanması bu artıq mezolitdə olub. Toxuculuq yaranır burada. C bəndini götürürük. Davam edək. Alt paleolit və mezolit dövrlərinə aid oxşar cəhət. Çaxmaq daşından əmək alətləri hazırlanması hər iki dövrdə baş vermiş hadisədir. Uyğunluğu müəyyən edin. Paleolit, daş dövr, paleolit, eneolit. Ulu icmanın yaranması doğrudur. Küraz mədəniyyəti informalı bu erkən tunç dövrdə hələ bura var. Əmək aləti daşdan hazırlanması doğrudur. Eneolitə baxaq.
mis alətlər hazırlanıb, anaxaqanlıq mövcud olub, toxuculuğun yaranması. Toxuculuq var idi, amma neolitdə yaranmışdı. Buna görə də A, C, A, B bəndini götürəcəyik. Neolit, eneolit dövrünün ümumi cəhətini mezolit dövründən fərqləndirən xüsusiyyət. Burada ox kamanın istifadə edilməsi, ox kaman istifadə edilirdi və bu fərqləndirən bir xüsusiyyət deyil. Çünki ox kamanın kəşfi mezolitdə baş verir və neolit, eneolitdə də istifadə edilib. Duluzçuluq mövcud idi. Duluzçuluq neolitdə yaranmışdı. Buna görə burada bir dənə nöqtə qoyaq. Əkinçiliklə məşğul oldu. Mezolitdən bəri, mikrolit, bu da mezolitdən bəri var idi. Demək, burada yalnız 2-ni götürürük A bəndi. Uyğunluğu müəyyən edin. Mezolit, paleolit və neolit. Qəbilənin mövcud olması. Qəbilə paleolitdən bəri var idi və mezolit, neolitdə də davam edib ta erkən tunc dövrünə qədər. Buna 4-ə A qoyacağıq. Bacarıqlı insan yaranması bu paleolitə aiddir. Alt paleolit. İstehsal təsərrüfatının əsasının qoyulması mezolitə aiddir. Saxsı qab istehsalının yaranması neolitə aiddir. Heyvanların əhliləşdirilməsi mezolitdə başlanıb, neolitdə də bu davam etmişdi. Buna görə bura E bəndini yazacağıq. Demək, 1C, 2B, 3D E bəndini götürürük. Euler Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Ağıllı insan, azıq adamı və neandertal insan. Ağıllı insan ulu icmada yaşayıb, azıq adamı. Ovçuluqla məşğul olub, hamısı ovçuluqla məşğul olub. Bunu 4-ə B yazacağıq. Orta paleolit dövründə yaranıb, orta paleolit neandertal insandır. Metal işləmə əsasını qoyub ağıllı insan. Quruçay mədəniyyəti, bu da azıq adamına aiddir. Demək, burada desə nəysə qaçırtdım. 5'ə qoymamışam. Doğru, ulu icmada yaşamaq həm neandertal, həm azıq adamına aiddir. Buna görədir. 1 ağıllı insan D, 2 Y, bunu hesab eləmirik. 3 C, 4 B, Y bəndini götürürük. Orta paleoliti alt paleolitdən fərqləndirən hansı cəhətlər üst paleolit üçün xarakterikdir? Orta paleoliti alt paleolitdən fərqləndirən hansı üst paleolit üçün xarakterikdir? Süni oddan istifadə edilməsi, heyvanların əhliləşdirilməsi, bu yoxdur. Hələ yığıcılıq mövcud idi, amma fərqlənmir. Təbii oddan istifadə. Gəlin baxaq. Yalnız 1. Anaxaqanlıq dövründə ulu icma dövrünü fərqləndirmir. Qan qohumlu insan kollektivinin olması. Demək, burada E bəndi idi. Anaxaqanlıq dövrünü ulu icma dövründən fərqləndirmir. Qohumluğa əsasən insan kollektivinin olması bu fərqləndirir. Bunu götürmürük. Sənətkarlığın yaranması fərqləndirir. İstehsal təsərrüfatı ilə məşğul olması fərqləndirir. İstehlak təsərrüfatı mövcud olması yalnız bu fərqləndirmir. Buna görə də yalnız 4 götürürük. Verilən hər iki dövrün ümumi cəhətləri müəyyən qədim daş dövrünün ortaları. Qədim daş dövrünün ortaları orta paleolitdən söhbət gedir. Daş dövrünün metal dövrünün keçid isə eneolit dövrüdür. Demək, burada hər iki dövrün ümumi cəhətlərini müəyyən edək. Çaxmaq daşı vulkanik şüşədən alətlər hazırlanan təbii və süni oddan istifadə olunurdu. Mis alətləri yox. Axirət dünyasına inan, maldarlıq yox. A, B və D bəndini götürəcəyik.
Bacarıqlı insan və ağıllı insan. Alt paleotdə yaşayıb bacarıqlı insan. Rabitəli nitqə malik değildi. Bacarıqlı insan. Oddan istifadə etməyi bacarmışdı. Hər ikisi heyvanları əhliləşdirməyi başlamışdı. Ağıllı insan toxuculuq, duzluqla məşğul olmuşdu. Ağıllı insan A, B 1A, B, 2D, Y, 3D, C, D bəndi. Azərbaycanın neolit dövrü üçün səciyyəvidir. İstehsal təsərrüfatının keçidin əsasının qoyulması bu mezolitə aiddir. Oturaq həyat bunu götürürük. Əkinçi vərdişlərin yaramı saxsı qab götürürük. 2 və 4. Ox kimi ixtira edilməsi insanların həyatında əhəmiyyət. Heyvanı uzaq məsafədən ovlaya bilirdilər. Oddan istifadə imkanı yaradı. Qida ehtiyatı artdı. Demək burada 1 və 3'ü götürürük. Azərbaycanda mezolit dövrünü üst paleolit dövründən fərqləndirirdi. Ulu icmadan qəbiləyə keçidin başa çatması, ibtidai maldarlığın əsasının qoyulması, ana xalqların ox kəman ixtirası. Burada 2 və 4'ü götürürük. Azərbaycan eneolit dövrünü paleolit dövründən fərqləndirirdi. Mis alətlər, daş alətlərin üstünlüyü təşkil etməsi, istehsal təsərrüfatının cəmiyyətin həyatında mühüm rol oynaması. Axırıncı 1 və 3. Bilirik ki, paleolitdə mis alətləri yox idi və istehsal təsərrüfatı mövcud deyildi, istehlak təsərrüfatı idi. Yeni daş dövrünə aid xüsusiyyətləri daş alət cilalayırdılar, əhliləşməyə başlanmışdı, götürmürük. Bu mezolitə aiddir. Quruçay paleolitə aiddir. Xış əkici erkən dövrdə ilk sənət sahələri yaranır, oturaq həyata keçirilir. Demək 1, 5 və 6'nı götürürük. Orta daş dövrünə aid xüsusiyyətləri müəyyən edin. Mezoliti soruşur. Sümükdən alətlərin hazırlanması, əkinçilik maldarlığın insanlara əsas xüsusiyyətinə çevrilməsi, istehsal formalaşmasının başa çatması, ilk əkinçilik vərdişlərinin yaranması, mikrolit alətlər. Burada desən kimsə qaçırdım. Sümükdən alətlər hazırlanması doğrudur. 1, 4, 6 və 6. Alt paleolit dövrü üçün səciyyəvi idi. Tayfa birlikdə hələ bunun çox var. Ulu icma səciyyəvidir. Süni od hələ var. Qəbilə icması, sadə dini inanclar. 2 və 5 götürürük. İndi baxaq 60-cı suala. Azərbaycanda eneolit dövrü üçün səciyyəvi idi. Eneolit dövrü. Əhliləşmə başlanması mezolitə aiddir. Kurgan qəbilləri hələ var. Tunç dövründə sənətkarlığın əhalinin məşğuliyyətində mühüm yer tutması. Bunu götürürük. Daş alətlər üstünlük təşkil edir. Əmək bərabərçiliyi hələ burada var. Tunç dövründədir. Azərbaycanda ulu icma, qəbilə icmalarının mövcudluğu dövrünə aid olan ümumi cəhətləri müəyyən edin. Maldarlığın mövcud olması. Ümumi cəhət soruşdu. Maldarlıq ulu icmada olmayıb. Əmək alət daşdan hazırlandı. Bu ümumi cəhət ola bilər. Dini mərasimlər, ibadətgahlar var. Cəmiyyətin həyatında qadınlar mühüm yer tuturdular. Yığıcılıqla məşğul olurdular. Burada götürürük. 2. Hələ qadınların yeri ulu icmada yox idi. Düzdür. 2 və 5. Azərbaycanda ulu icma və qəbilə icması mövcudluğu dövrünə aid ümumi cəhətləri müəyyən edin. Qəbilə icması və ulu icma, dəvə gözü çapmalı kəsici alətlərin hazırlanması. Bunu götürürük. Yalnız yığıcılıq, ovçuluq yalnız yazdığı üçün qəbilə icmasında artıq yalnızı götürə bilmirik. Çünki sonradan istehsal təsərrüfatına da keçid qoyulur. Və hələ də qəbilə icmasında idilər o zaman. Ana xətti ilə qohumluq qəbilə icmasına aiddir, ulu icmaya aid deyil. Axirətə inam mövcud idi. Bura bir yana. Əkinçilik ilə məşğul olmaq, bu da aid deyil. Demək 1 və 4'ü götürəcəyik. Azərbaycanın neolit dövründən fərqli olan eneolit dövründə.
insanlar misdən alətlər hazırlayıblar. Xış əkinciliyi hələ var. Saxsı qablar, toxuculuqla məşğul olmuşdular. Bu neolitdə də olub. Efemi hamısı əhliləşdirmişdi. Bunu götürürük. Demək 1 və 4. Neolit oxşar cəhətlər. İstehsal təsərrüfatı mövcud idi. Bu doğrudur. Metaldan əşyalar bu eneolitə aiddir. Hələ yoxdur. Saxsı qab bu doğrudur. Ovçuluq, balıqçılıq əsas məşğuliyyət sahəsi deyildi artıq. Cəmiyyətdə qadınların mövqeyi hələ də var idi. 1, 3 və 5-i götürürük. Paleolit və mezolit dövrlərinin oxşar cəhətləri, istehsal təsərrüfatının mövcud olması. İstehsalçı paleolitə aid deyil. Təsərrüfatda daş alətlər üstün idi. Rabitəli nitqə malik idilər. Paleolitin sonundan artıq bəli. İnsanların ovçuluqla məşğul olması ulu icma mövcud. Bu mezolitə aid deyil. Demək 2, 3 və 4-ü götürəcəyik. Mezolit dövrünü paleolit dövründən fərqləndirən hansı xüsusiyyətlər neolit dövrü üçün xarakterikdir? Tamam. Daşdan alətlər hazırlanması bu paleolitdə də baş verib, mezolitdə də, neolitdə də. Buna görə fərqləndirən bir xüsusiyyət deyil. Heyvanın əhliləşdirilməsi fərqləndirən bir xüsusiyyətdir. Mikrolit alətlər fərqləndirən xüsusiyyətdir. 2, 3. Qəbilə icmasında yaşaması fərqləndirən xüsusiyyət deyil. Əkinçilik vərdişlər fərqləndirən xüsusiyyətdir. 2, 3 və 5 götürəcəyik. Və ox kəmanı istifadə edərək heyvanlar ovlayırdılar. Əkinçilik maldarlıqla məşğul olurdular. İlk dəfə metaldan alətlər hazırlanmışdır. Bəhs edilən insan tipi ağıllı insandır. Dulusçuluğun əsasını qoyub, qəbilədə yaşayıb, əkinçilikdə xışdan istifadə edib. İlk dəfə süni ot, bu neandertal azıq adamı, bu da bacarıqlı insana aiddir. Demək bizə 1, 2 və 3-ü götürürük. Qədim insanlar həm mezolit, həm də neolit dövründə əkinçiliklə məşğul olublar, mikrolit alətlər istifadə edib, oturaq həyat tərzi yaşayıblar. 1, 3, 4. İbtidai icma quruluşuna aid hadisə nəticə əlaqələrini müəyyən edin. Qədim insan yaşamaq üçün mübarizə əmək alətləri hazırladılar. Əmək alət insan şuurunu inkişaf elədi. Toxuculuq və ibtidai incəsənət əvvəldən var idi. Misdən alətlərin toxadan istifadə, toxa da misdən əvvəl var idi. Demək biz götürəcəyik 1 və 2-ni. Azərbaycan eramızdan əvvəl 6-4-cü minilliklər eneolit dövründəyik. Xarakteri xüsusiyyətlər, əkinçilik malların ayrılması bu tunc dövrünə aiddir. Məişətdə hələ də daş alətlər üstün idi. Dairəvi evlər eneolitdir. Toxa ilə yumşaldılıb doğrudur. Dini ibadətgahlar bu da tunc dövrünə aiddir. Demək biz götürürük 2, 3, 4. Azərbaycan 6-4-cü minilliklər aid xüsusiyyət yenə eneolit dövründəyik. İyi uculuqlar istifadə olunub, daşdan əməkli alətlər hazırlanıb, əhali məşğuliyyətində sənətkarlıq mühüm yer tutub, istehsal təsərrüfatına keçidin əsası qoyulub. Sənətkarlıq mühüm yer tutub. Burada başlanmasını götürmürük. Daşdan əmək alətlər hazırlanıb, amma başlanmasını götürmürük. Əhalinin məşğuliyyət sənətkarlıq mühüm yer tutub, doğrudur. 1, 3. İstehsal keçidin əsası qoyulması, bu da keçidin əsası mezolitdə qoyulub. Bizə efemi hamısını əhliləşdirib, bu da götürürük. 1, 3 və 5-i götürürük. Eramızdan əvvəl 12-8-ci minilliklərdə mezolit dövründəyik. 6-4-cü minilliklər eneolit dövrüdür. Əhədənə aid ümumi cəhətlər. Misdən alətlər eneolitə aiddir. Bunu götürmürük. Heyvanın əhliləşdirilməsi ümumi cəhətdir. Toxuculuq ümumi cəhət deyil. Neolitdə yəni. Qəbilə icması mövcud olub. Bu ümumi cəhətdir. Və ağsaqqallar tərəfindən idarə edilməsi buna da hələ var. Demək burada 2 və 4-ü götürürük. Azərbaycan tarixinin əvvəlki dövrlər fərqli olaraq neolitdə ana xalq qohumluq əsasında birləşirdilər. Bu elə əvvəldən var idi, neolitdə də var idi.
Əsas yeri maldarlıq, əkinçi, oturaq həyata keçmiş iri tərəfə ittifaqla. İri tərəfə ittifaq yox idi. Burada 2 və 3-ü götürürük. Daş dövrünə aid olan xüsusiyyətləri müəyyən çaxma daş dəvə gözündən əmək hazırlanır. Dini mərasim, ibadətgahlar hələ var, xış əkinçiliyinə var, köçmə maldarlıq var, mikroloji alətlər, orta daş dövrü, mezolit, yeni istehsal sahələrinin yaranması bu da neolitə aiddir. Götürürük 1, 5 və 6. Daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Quruçay mədəniyyəti mövcud olması doğrudur. Bağçalı bostançılıq yox, kollektiv dəfn etmə yox. Tunc dövrünə aiddir. Bunlar ayaqla hərəkət edən duluz çarxı yox. Bu da Tunc dövrünə aiddir. Ox kaman ixtirasını götürürük. Saxsı qab götürürük. 1, 5, 6. Paleolit dövrünü mezolit dövründən fərqləndirmir. Sümükdən alətlərin hazırlanması fərqləndirmir. Bir də ulu icmada axirət dünyasına inamın mövcud olması. 1 və 4. Hansıların yerini dəyişsə xronoloji ardıcıllıq düzgün verilmiş olar. İlk insan meydana gəlməsi, sonra Quruçay mədəniyyətinin yaranması, bunların yerini dəyişsə, daha sonra axirət inamı yaranır, daha sonra isə qəbilənin meydana gəlməsi baş verir. Mən bu hamısı qutardım, yox, burada varmış. Müvafiq olaraq damcılı buradadır, damcılı 5 nömrə. Zar buradadır, Kəlbəcərdə, burada da Lerikdə də Buzeyir yerləşir. Ərazilər müəyyən edin, 5, 2, 3. Verilən ifadələrin hər ikisi hansı ərazilər üçün ortaq cəhətdir? Qədim insan məskənləri yerləşir. Qayalar üzərində təsvir sənət nümunələri aşkar edilmişdir. Burada 2 və 5-i götürürük. Göytəpə, Kamiltəpə yaşayış yerləri yerləşirdi. Burada 4 və 3 götürürük. Qədim daş dövrünün sonlarında, qədim paleolitin sonlarında anaxaqanlıq hakim olduğu dövr başlayır. Qədimdən ilk birgə yaşayış forması meydana gəlir. Nəsli icma yaranır. 1 və 2-ni götürürük burada. Daş dövrünün sonları. Saxsı qablar hazırlanan qəbilə icması meydana gəlir. Toxa əkinçiliyi, gəmiçilik, tayfa ittifaqları. Demək, daş dövrünün sonunda biz saxsı qabı götürürük. Çünki ümumi daş dövrü deyir. Qədim, orta, yeni daş dövrü demir. Tunc dövrünə qədər hadisələrin sonlarına yaxın. Qəbilə icması biraz daha əvvəl yaranmışdır. Buna görə də toxa əkinçiliyini götürəcəyik. 1, 3 və gəmiçiliyin mövcud olması. Çünki tayfa ittifaqı erkən, orta Tunc dövründə yaranacaq. Hala o vaxtda var. 1, 3, 4. Verilənlərin hər ikisi hansı dövrlərin ümumi cəhətləridir? Cilalanmış alətlər, əkin biçin, oraqdan istifadə. Cilalanmış alətlər artıq yeni daş dövründə yarandığı üçün onu mis daşda da mövcud olmuş olacaq. Ulu icma, nəsli icmanın ümumi cəhətləridir. İnsanlar birlikdə yaşayırdılar, qan qohumluğu yox, qədim daş dövründə meydana gəlmişlər. 1 və 3 götürürük. İbtidai icma quruluşuna aid olan xronoloji ardıcıllığını müəyyən edin. Heyvanların əhəlləşdirilməsinin başı çatması bu eneolitdir. İlk əkinçilik vərdişlərinin yaranması mezolitdir. Qəbilə icması üst paleolitdir. Neandertal orta paleolitdir. Burada baş verəcək 4, 3, 2, sonda isə 1. Xronoloji ardıcılığı müəyyən edin. İbtidai maldarlığın əsası qoyuldu. Maldarlığın əsası mezolitdə qoyulur. Toxuculuqla məşğul olmağa başladılar neolitdə. Tuncdan əmək aləti hazırlanma bu Tunc dövrüdür artıq. Demək elə 1, 2 və 3 götürürük. Xronoloji ardıcılığı müəyyən edin. Müasir insan tipinin yaranması üst paleolitdir. İlk şəhər məskənlərin yaranması Tunc dövrüdür. Mənimsəmə təsərrüfatının istehsal təsərrüfatına keçidin əsası qoyulub mezolitdir. Bu da Tuncdur. Demək 1, 3, 2.
Azərbaycanda ibtidai icma quruluşuna aid xüsusiyyətlər xronoloji ardıcıl müəyyən edin. Tayfalar, yəni erkən tuncda qədim insan ilk dəfə oddan istifadə edir. İlk dəfə oddan istifadə edib alt paleolitdə. Bu da tuncdur. Ağıllı insan yaranıb üst paleolitdə. İbtidai maldarlığın əsasının qoyulması mezolitdir. Demək, ilk biz götürəcəyik 2, 3, 4, sonda 1. Xronoloji ardıcılığı müəyyən edin. Duluzçuluğun yaranması neolitdir. Boyalı qablar mədəniyyəti bu orta tuncdur. Ataxaqanlığın anaxaqanlığı əvəz etməsi erkən tuncdur. Heyvan əhləşdirməsi başlanması mezolitdir. Demək olub 4, bunu silim, 4, 1, 3, 2. Uyğunluğu müəyyən edin. Paleolit, neolit, eneolit dövrü üçün. Burada qəbilə icmasının meydana gəlməsi paleolitə aiddir. 1A. İlk sənət sahələrinin meydana gəlməsi neolitə aiddir. 2B. Bu bir qarışıq, böyük yazdım. Əkinçiliyin maldarlıqla ayrılması bu tunc dövrünə aiddir. Burada yoxdur. İlk metal eneolitə aiddir. D. Heyvan əhliləşdirilməsindən başlanması mezolitə aiddir. Mezolit də burada yoxdur. 1A, 2B, 3də D oldu. Uyğunluğu müəyyən edin. Mezolit, neolit, erkən tunc. Əkinçiliyin maldarlıqdan ayrılması birinci ictimai əmək bölgüsü erkən tuncdur. Əhali oturaq həyata keçir neolitdə. B bəndidir burada. Bir də qarışıq oldu. Belə yazaq. 1, 2 və 3 yazaq. Demək, ox kamanın yaradılması mezolitə aiddir. C bəndidir bu. Köçmə yaylaq maldarlığı meydana erkən tunc dövrüdür. Əkinçi maldarlığın ayrılması da erkən tunc dövrü. A, D. İbtidai maldarlığın əsası qoyulub. Bu da mezolitə aiddir. Burada əhalinin oturaq həyata keçməsi neolitə aiddir. Səhv yazdım. Dəqiqə. Buranı da səhv yazmışdım. Qarışdırdım. Yaxşı. Neolit dövrünə aid əhali oturaq həyata keçir. C bəndi. 2-yə C bəndi. Əkinçilik ilə maldarlıq ayrıldı erkən tunc dövründə. Köçmə yaylaq maldarlığı 1, 2 və 3. Mezolit, neolit, erkən tunc. Əkinçilik maldarlıqdan ayrılması erkən tunc dövrüdür. A bəndi. Əhali oturaq həyata keçir neolitdə. B bəndi. Ox kamanın yaradılması mezolitə aiddir. C. Köçmə yaylaq maldarlığı meydana gəlməsi erkən tunca aiddir. D. İbtidai maldarlığın əsasını qoyma mezolitə aiddir. Y. İndi oldu. C, Y, B, A, D. Artıq bitir, sonlara yaxınlaşmışıq. İbtidai icma quruluşuna aid uyğunluğu müəyyən edin. Anaxaqanlıq və ataxaqanlıq dövrü. İkinci ictimai əmək bölgüsü baş verib ataxaqanlıqda. Saxsı qabları istehsal ayaqla hərəkət edən duluz çarxı ataxaqanlıqda. Mikrolit əmək alətləri anaxaqanlığa aiddir. Oturaq həyat anaxaqanlığa aiddir. İlk əmək alətləri hazırlanması bu alt paleolitə aiddir. Nə anaxaqanlıq, nə də ataxaqanlıq yox idi. Ona görə bunu bircə götürmürük. Uyğunluğu müəyyən edin. Ox kamanın meydana gəldiyi dövr mezolitdir. Bacarıqlı insan yaşadığı dövr alt paleolitdir. Yaxşı. Metaldan istifadə edilməsi heç birində istifadə edilməyib. İbtidai əkinçiliyin yaranması mezolitə aiddir. Belə qoyaq. Anaxaqanlığın süqut etməsi aid deyil. İlk insan məskənlərinin yaranması aiddir. Fiziki kişi əməyinin ön plana keçməsi bu da tunc dövrünə aiddir. Burada deyil. B və D-ni götürürük. Uyğunluğu müəyyən edin.
Təxminən 35-12-ci minilliklər arasındakı dövr. Bu üst paleolitdir. 6-4 eneolitdir. Anaxaqanlıq, ataxaqanlığın ataxaqanlığı ilə əvəz edilməsi bu aid deyil. Misdən ilk alətlər eneolitə götürürük. Üst paleolit kimi xarakterizə edilib. 1C. Müasir insan tipi. Bu da üst paleolitə aiddir. Dairəvi evlər eneolitə aiddir. 1 CD, 2 BY. Qarışıq yazdım. Yaxşı oxunar inşallah. Uyğunluğu müəyyən edin. Təxminən 100 min il bundan əvvəldən 35 min il qədər ki dövrü əhatə edib. Bu orta paleolitdir. 12-8-ci minilliklə əhatə edib mezolitdir. Yaxşı. Daşdan əmək hazırlanmağa başlanması. İlk əkinçilik vərdişləri B bəndidir. Orta paleolit C-dir. Mikrolit alətlər mezolitdir. Neandertallar orta paleolit C-Y 2-B-D oldu və sonuncu sualımız bugünlük paleolit, mezolit və neolit dövrü üçün. Saxsı qabların hazırlanması neolitə aiddir. Xış əkinçiliyi tunc dövrüdür. Bu arada yoxdur. Mikrolit alətlər mezolitə aiddir. İstehsal təsərrüfatının keçidin əsası qoyulması mezolitə aiddir. Bu da bunundur. Bu da mezolitdir. Quruçay mədəniyyəti isə paleolitdir. 1Y, 2CD, dedi. 3 də adı. Hər kəsə uğurlar.